İran prezidenti Məsud Pezeşkiyan hökumətin iclasında Azərbaycanla bağlı fikirlərini bildirib. Məsud Pezeşkiyan deyib ki, Azərbaycan və İran bir bədənin hissələridir. Siz çox yaxında əlaqələrin sürətli inkişafının şahidi olacaqsınız. Bu Pezeşkiyanın Bakıya gəlmədən bir mesajı idi. Amma bugün səhər saatlarında isə İsrail mətbuatı Netanyahunun da bu günlərdə Bakıya səfər edəcəyini yazır. Baxmayaraq ki, bununla bağlı İsrail səfirliyi açıqlama verdi ki, bizdə bu haqda məlumat yoxdur, amma İsrail mətbuatı faktiki olaraq bunu yazır ki, Netanyahu Bakıya gedir. Nə baş verir? Buradan Pezeşkiyan gəlir, oradan Netanyahu Bakıya gəlmək istəyir. Buyurun, fikirlərinizi alaq. Sağ bəy, əslində bu açıqlamalar, yanaşmalar gözləniləndir. Özəlliklə Azərbaycanın dünya siyasətinin yerini və mövqeyinin nə qədər əhəmiyyətli olmasını artıq biz hiss etməyə başlayırıq. Bunu zaman-zaman deyirdik. Təbii ki, dediyimiz fikirlər ideoloji, siyasi hədəflər baxımından dəyərləndirilir. Amma praktik onun məhsullarını, sahədə olan addımlarını xalq görmürdü. Amma bugün artıq biz baş verəcək dəyişənliklərin praktik görüntülərini və əlamətlərini hiss eləyirik. Onlardan da biri təbii ki, İran fars faşizminin siyasi gedişlərində kifayət qədər dəyişənliklərin baş verməsini biz hiss edirik ilkincə. Digər tərəfdən də dünənə qədər İsrailin Azərbaycana qarşı siyasəti mahiyyəti indi açılır. Azərbaycana dost olan İsrailin təbii ki, hansı daha gizli maraqları var idi, onlar da artıq üzə çıxır və eyni zamanda Azərbaycan da öz mövqeyinin nə qədər əhəmiyyətli olmasının fərqində olur. Bu baxımdan biz həm qarşı tərəflərin, çatışan tərəflərin bizə olan münasibətini və eyni zamanda Azərbaycan özünün onlara olan münasibətini doğru və düzgün dəyərləndirməyə bacarmalıyıq. Hansısa yanlışlıq Azərbaycana zərər verə bilər. Hansısa yanlışlıq bölgədə baş verən dəyişənliklərdə ciddi qarşıdurmalar yarada bilər və bəzən də fəlakət törədə bilər. Biz bunun fərqində olmalıyıq. Çünki bölgə dünya siyasətinin durulmasına bizi aparır. Artıq dünya gücləri bölgədə elə bir siyasətin içərisindədirlər ki, bu siyasətin içərisində gələcək dünyanın dizayn olmasının taleyi həll olunur. Bir baxımdan da mən hesab edirəm ki, bugün Pezeşkiyan liderliyində İran adlanan Azərbaycanda baş verən siyasi dəyişikliklər, mahiyyət, bu sadəcə bəziləri hesab edir ki, bu fars faşizmin bir fırıllağı ola bilər. Amma heç kim bunu bir fırıllaq kimi dəyərləndirməsin. Fars faşizmin özü də görür ki, onun nicatı Azərbaycandan asılıdır. Və eyni zamanda İsrail də hesab edir ki, bu Azərbaycana nə qədər sarılsa, yaxın olsa bölgədə mövqeyini gücləndirə bilər. Bu çatışmalar qarşılığında Azərbaycan da elə bir mövqey sərgiləməlidir ki, buradan hansısa maraqlı qüvvələr yararlana bilməsin. Biz özümüz yararlanmalıyıq. Kimə də nə pay düşür, onu verə bilərik. Yəni artıq kimsə bizim üzərimizdən bizi kullanıb nəsə əldə etməyə çalışmadan biz elə bir siyasət qura bilərik ki, ilərdə hansısa dövlətlərin, ayrı-ayrı güclərin maraqlarını biz nəzər ala bilərik. Ortaya bir fikir çıxır və bütün bu hədəflərin içərisində bilirsiniz ki, Zahir bəy, bizim marağımız İran adlanan Azərbaycanda tək bir qonşu dövlət yanaşması bizdə yoxdur. Nə də İran adlanan Azərbaycanın Azərbaycan Cümhuriyyətinə bir qonşu yanaşması yoxdur. Həm Azərbaycanı özünə təhlükə indiyə kimi görən bir İran fars faşizmi, indən belə həm də Azərbaycan Cümhuriyyətini həm də özünün xilaskarı kimi görməyə başlayır. Dünənə kimi biz təhlükə idik, bugün artıq onların xilasına çevrilirik. Bəli, İranın yəni. Bəli. İran adlanan Azərbaycanın bu coğrafyanın, siyasi coğrafyanın
mövcudluq, gələcək mövcudluğu, varlığı təbii ki, Azərbaycana baxışından keçir. Cahangir bəy, biz indi İrandakı rejimdən məlumatlıyıq da, yəni bu rejim nə dərəcədə bir faşist rejimdir, nə dərəcədə özünün şovinist addımları var. Biz necə inana bilərik İrana ki, İran gerçəkdən də dəyişdi və dərk elədi ki, onun çıxışı, onun xilası Azərbaycandan asılıdır. Səhər bizim inanmağımıza ehtiyac yoxdur ki, onun. Heç biz haqda düşünməməliyik. İran faşizmi özü düşünməlidir ki, və düşünür də. Bu hansı addımları atmalıdır ki, o yaşasın, varlığını qorusun. Qoruya biləcəkmi? Ən azı deyək ki, böyük itkilər və faciələrlə üzləşməsin, belə deyək. Bu baxımdan o öz seçimini onlar edir. Biz artıq elə bir mövqedəyik, elə bir zirvədəyik ki, o zirvəyə onlar özlərinin xilası kimi baxırlar. Bəli. Söhbət tək Azərbaycan Cumhuriyyətindən getmir, Zahir bəy. Azərbaycan Cumhuriyyəti İranda niyə güclüdür? İran adlanan Azərbaycanın Azərbaycan olmasına, türk olmasına görə güclüdür, düzdürmü? İran adlanan Azərbaycanda nüfuzun %70'inin üstündə türk olmasaydı, İran Azərbaycana bu qədər diqqət göstərərdimi? Deməli, bizim gücümüz İranda. İranda yaşayan türklərin sayəsindədir gücümüz. Bəli. Bizim də gücümüz Azərbaycan Cumhuriyyətinə məhdudlaşmır. Sadəcə İran adlanan Azərbaycanda olan gücümüz, Azərbaycan Cumhuriyyətində olan gücünü birləşdirəndə daha güclü olur. Biz də İran adlanan Azərbaycanda olan gücümüzü dəqiq və doğru hesablayıb, onunla uzlaşan bir siyasət yürütdüyümüzdə daha güclü oluruq. Biz bu baxımdan özümüzün mövqeyinə diqqət etməliyik. Öz qədrimizi bilməliyik, deməliyik. Biz kim olduğumuzu doğru və düzgün çizməliyik. Elə rəsm çizməliyik ki, orada Azərbaycan doğru və düzgün görünsün. Elə rəsm çizilməlidir ki, Azərbaycan orada hansısa əyərəsi olmaz. Nə gözləyirik? Pezeşkiyan deyir ki, yaxın günlərdə çox sürətli əlaqələrin sürətli inkişafının şahidi olacaqsınız. Hansı əlaqələrdən söhbət edir? Mən hesab edirəm ki, artıq İran adlanan Azərbaycanda türk amili daha da güclənəcək. Azərbaycana Cumhuriyyətindən, Türkiyə ilə sıxı işbirliyinə gedəcəklər. Bu, dediyim kimi, daha çox İranın özünün varlığını qoruma fəlsəfəsindən qaynaqlanır. Bu, həm də bizim maraqlarımıza uyğun gəlir artıq. Bizim bütün maraqlarımız olmasa da böyük mənada təmin olunmuş kimi görünür. Digər tərəfdən də bu yanaşma həm də Türkiyənin dövlət və milli maraqlarına uyğun gəlir. Bölgənin hüzuru üçün maraqlı görünür. Bir var bölgə xaos, müharibələr bölgəsi olacaq bəy. Bir də var bölgədə dəyişkənliklər xüsusi bir dövlət siyasəti ilə gerçəkləşir və itkilərimiz az olur. Və bu itkilərimiz az olduqca biz daha çox güc qazanırıq. Düzdür, zaman məsələsi burada bir neçə il, ən azı 1-2-3 il uzana bilər. Amma nəticə biz istəyən nəticəyə doğru gedir.